da. Bax görürsünüz palçığı. Palçığın üstünə asfalt çəkiblər. Buna milyardlar xərcləyiblər, milyonlar. Nəfəs alamırdım. Bunu da başıma keçirdiblər. Elektroşokla ayağıma vurublar. Aparıqdan başladı. Maşında mənim gözümün, başımın hamısı göz burnumdan qan axır. Mən nəfəs alan bilmirəm maşında. Çünki mənim ağzımı yummuşlar, gözümü bağlamışlar. Nəfəs alamırdım, onlar da istəyir. İşlən deputat Adi Rəcəbli bu uşaq poliklinikasının binasını özəlləşdirib, hal-hazırda otel edib. Villasına, evinə hətta lift də qoyulur. Məmuru. Bu sarayı nə ilə tikibsən? Hansı pullar ilə tikibsən? Asfalt uzaqbaşı bir-iki həftə çəkəcək də, prezident gəlib gedəcək və salam ondan sonra dağılsa da olar. Və sonra bizim ağlı məmurlarımız durub deyəcək ki, biz asfalt çəkmişik də, yəni o bizlik deyil də o. Amma siz məni burada zorlaya da bilərsiniz. Siz məni burada lüt çıxardıb nə istəyirsə eləyə bilərsiniz, amma mən təslim olmayacağam. Çünki mən cinayətkar deyiləm. Mənim